Cəmiyyəti təşkil edən əsas ünsürlərdən birincisi ailədir. Əgər ailə aram olarsa, cəmiyyət də aram olacaq. Əgər ailə aram olmazsa, əgər ailə dağınıq halda olarsa, cəmiyyət də dağınıq halda olacaq. Və bir cəmiyyət əgər dağınıq olarsa, təbii ki, cəmiyyətdə fəsad çoxalacaq. Və cəmiyyətin də dağılması, dağınıq olması həm fərdi şəkildə özünü göstərə bilər, həm ictimai şəkildə özünü göstərə bilər. Məsələn, uşaqlar cəmiyyətin bir hissəsidir də. Əgər ailələrdə boşanmalar çoxalarsa, bunun bir təsiri və mühüm təsiri uşaqlara sirayət eləyəcək. Hansı ki, bu uşaqlar da cəmiyyətin gələcəyidir. Uşaqlarda müəyyən depressiyalara səbəb olacaq, müəyyən stresslərə səbəb olacaq. O cümlədən uşaq məsələn ailə boşanarkən qalır hansı valideyni seçsin. Bunun özü bir dənə travmadır. Travmalı uşaq isə cəmiyyət üçün ən təhlükəli ünsürə çevrilə bilər.